Bir müddət bundan öncə gündəmdə müzakirə olunan məsələlərdən biri də məcburi köçkünlərin öz rayonlarına, öz kəndlərinə qayıtmaq məsələsi idi və yəqin ki, artıq çoxunuz bunun haqqında məlumatlısınız və hərənin də özünə görə bu haqda bir fikirləri var. Mən məcburi köçkünlərin ora qayıdıb qayıtma məsələsi haqqında yox, onların ora qayıtma şərtləri, qayıtma daha doğrusu vəziyyətləri ilə bağlı danışmaq istəyirəm. Öncə hər birimizə bəllidir ki, 30 il öncə, 35 il öncədən artıq başlayaraq, 90-cı illərin əvvəllərindən başlayaraq həmin vətəndaşlarımız onsuz da onlar öz yurd-yuvalarından ayrı düşmüşdülər. Bakıda və digər regionlarımızda, Sumqayıtda məskunlaşmışdılar, Abşeron yarımadasında daha çox təbii ki. Və indi illər sonra biz şükürlər olsun ki, torpaqlarımızı işğaldan azad etdik. Artıq həmin bu müddət ərzində də 30 ilə yaxın müddətdə də, bir qədər də çox müddətdə də həmin insanlar artıq yaşadıkları əraziyə uyğunlaşıb orada öz həyat və fəaliyyətini orada qurmuşdular və həmin şəraitə uyğunlaşmışdılar. İndi yenidən biz torpaqlarımızı azad etdikdən sonra həmin insanları həmin bölgələrimizə cəlb etmək üçün, ora köçürmək üçün təbii ki, ilk növbədə onları iş yerləri ilə təmin etməliyik. Çünki həqiqətən də bu insanlar artıq 30 ildən çoxdur burada yaşayırlar və öz işlərini, öz ailələrini, öz şəraitlərini bura uyğunlaşdırırlar. Yenidən onları biz zorla və yaxud da ki, hansısa bir ictimai tənqidlərə məruz qoyaraq həmin ərazilərə köçürmə planımız bu dövlət strategiyası olaraq bu çox yanlış strategiyadır. Bu həmin vətəndaşlarımıza haqsız olaraq artıq ikinci dəfə az-qara köçkün həyatı yaşatmağa bərabərdir. Bu həm də artıq mənəvi köçdür. Çünki bu insanlar əgər həmin yerlərdə iş yerləri yoxdursa, normal sosial həyat yoxdursa, tutaq ki, gənc ailələr necə köçüb orada yaşaya bilsinlər? Çünki artıq onlar uzun müddətdir paytaxtda və onun ətrafında. Təbii ki, məcburi köçkünlərin daha çoxusu paytaxtda məskunlaşmışdı və onların həyat şəraiti paytaxta uyğunlaşıb, şəhərə uyğunlaşıb. Siz regionlarımız nə qədər inkişaf etdirmisiniz ki, indi Azərbaycan insanı gedib regionda rahat şəkildə həmin o sosial həyatı tapa bilsin. İnsan yaşamaq ancaq nəfəs almaqdan ibarət deyil axı. İnsan həm də rahatlığını düşünür, həm normal gedib gecə bir parkda gəzmək istəyər. Onlar orada çox yüksək səviyyədə ictimai iaşə obyektləri olmalıdır, restoranlar olmalıdır, kafelər olmalıdır, kitab evləri olmalıdır, kitab oxumaq istəyənlər getməlidir ora, kofe shoplar olmalıdır, marketlər şəbəkəsi olmalıdır və bu bir yox, monopoliya olmamalıdır. Bir market şəbəkəsi olsun və qiyməti də istədiyi kimi qoysunlar və mal dəyəri də, qiyməti də, ərzağın keyfiyyəti də ancaq həmin o şirkətə bağlı olsun. Belə olmamalıdır. Monopoliya ən azından heç olmasa bizim o qədər şəhidimizin qanı var həmin ərazilərdə. Biz o torpaqlarımızı şəhid qanı sayəsində azad etmişik. Həmin heç olmasa şəhid qanuna hörmət əlaməti olaraq həmin azad edilmiş ərazilərdə monopoliya sistemi qurulmamalıdır. Restoranlar şəbəkəsinə orada icazə verilməlidir. Universitetlər ora buraxılmalıdır, doğrudur. Bəli, Xankəndidə bizim Qarabağ Universitetimiz var, amma bu bir universitet oranın sosial həyatını zənginləşdirməz, aktivləşdirməz. Başa düşürəm, 5 ildir, hələ ki 5 il də tamam olmayıb bizim zəfərimizin üzərindən. Hissə-hissə tədricən bu layihələrin həyata keçirilməsi, regionlarımızın inkişafı Qarabağda ola bilər. Amma mənim bugün demək istədiyim ondan ibarətdir ki, monopoliya olmamalıdır həmin ərazilərdə. Daha çox universitet buraxılmalıdır. Məsələn, azad olmuş rayonlarımızdan birini əməli başlı biz gənclər şəhərinə çevirə bilərik və orada ancaq zaten Bakıda universitetlərin əlindən universitet çoxluğu əlindən onsuz da şəhər sıxlıqdır və bir qədər də sıxlıq olur dərs ili başlayandan. Və bir qədər də regionlarımızın inkişafı baxımından da universitetlərin regionlara köçürülməsi çox əlverişli olardı və bu regionların da biri ən azından Qarabağ zonası ola bilər, işğaldan azad edilmiş ərazilərdən biri. Xankəndidə biri var, lap yaxşı, indi biri də Zəngilanı, Qubadlını, Ağdamı və yaxud da Ağdamda ola bilər. Həmin yerdə bir universitetin belə tikilməsi ora nə qədər inkişafa gətirib çıxara bilər. Məsələ orada təkcə tələbələrin məskunlaşması deyil ki, indi ən azı bir 10 minə yaxın, 5 min, 10 min arası bir tələbə orada məskunlaşacaqsa, həmin ərazinin iqtisadi perspektivləri də artır. Restoranlar orada gedər, gənclərə məxsus yerlər, ictimai yaşayış obyektləri daha çox.
ayaqqabı firması, geyim firması, tələbələrə ən çox lazım olan nədir? Kitab, dəftər, ləvazimat mərkəzləri və biz bu siyahını istənilən qədər uzada bilərik. Sadəcə məsələ budur ki, hal-hazırda bizim gördüyümüz nədir? Bizim gördüyümüz budur ki, torpaqlar işğaldan azad edildikdən sonra insanların bura köçürülməsi üçün onlara yetərli motivasiya verilmir. Bu köçürülməni həyata keçirməyin yollarından biri güzəştli kreditlərin verilməsi də ola bilər. Həmin o torpaq sahələrini, otlaq sahələrini də iri məmurlar, hansısa bir qrup şəxslər ələ keçirməməlidir. Və bunu necə ki 96-cı ildə, 97-ci ildən etibarən insanların istifadəsinə verilən əmlak pay torpaq sahəsi kimi bölüşdürüldü. Mən təklif edirəm ki, işğaldan azad olunmuş ərazilərdə də həmin yerdə məskunlaşan insanlar arasında həmin o torpaqlar bərabər şəkildə bölünsün. Və bu bölünmənin də gətirdiyi perspektivdən, iqtisadi perspektivdən dövlət həmin o vətəndaşlara kimsə sahibkar olmaq istəyirsə, bəlkə kimsə icarədar olmaq istəyir, torpağını kiməsə icarəyə verər. Təbii ki, bunun da dövlətə rüsumu olacaq, vergisi olacaq. Buradan təkrar yenə də dövlət qazanır. Həmin icarədar da qazanır, icarəyə götürən də qazanır. Təbii ki, icarəyə götürən də onu hər hansı bir məqsədlə götürür. Bu iqtisadiyyatın inkişafına gətirib çıxardar. Və yaxud da kimsə əgər sahibkar olmaq istəyirsə, kiçik və ya orta sahibkar fərq etməz. Kimsə malqara ilə kənd təsərrüfatını orada inkişaf etdirmək istəyirsə, otlaq sahələrində, bəlkə qoyunçuluqla məşğul olmaq istəyir, bəlkə arıçılıqla məşğul olmaq istəyir. Dövlət onlara subsidiyalar ayırmalıdır. Dövlət onlara güzəştli kreditlər verməlidir ki, həmin insanların orada yaşaması üçün, yaratması üçün motivasiyası olsun. Yoxsa quru-quru biz insanları götürüb buradan biz köçürürük Ağdama, Qubadlıya, Zəngilana, Cəbrayıla və s. və ilə. Bu quru köçürmə sadəcə say və statistika olaraq köçürmə olacaq. Orada yenə də yaşayış 30 il öncəki kimi təmin edilməyəcək. Mən başa düşürəm, bunun üçün müəyyən qədər zaman lazımdır. Bu insan həyatıdır. Başda qeyd etdiyim kimi bu insanlar illərlə öz şəraitini, öz həyatını bura uyğunlaşdırıblar. Hal-hazırda qaldıqları 30 il ərzində qaldıqları yerə ayaqlaşdırıblar. Ora uyğunlaşdırıblar. Amma bu insanların köçürülməsi üçün də orada iş yerləri açılmalıdır. Orada müxtəlif əyləncə sektoru inkişaf etdirilməlidir. Bəli, Qarabağ Futbol Klubu hal-hazırda səhv etmirəmsə artıq Ağdamda stadion tikilməsinə başlayıb. Burada akademiya tikilməlidir və təsəvvür edin ki, bir stadionun, bir akademiyanın tikilməsi orada əlavə nə qədər iş yerlərinin açılmasına gətirib çıxardır və bu kimi yollara əl atılmalıdır. Biz o rayonlardan birini bir idman rayonu kimi elan edə bilərik. Məsələn, hər dəfə Bakıda keçirdiyiniz Formula 1-i götürüb keçirə bilərsiniz həmin ərazidə. Düzdür, indi Formula 1 təşkilatçıları ilə o müqavilə, o formada yenilənə bilərmi, yoxsa yox, bu ayrı mövzudur. Təbii ki, bundan məşğul olan da dövlətin ayırdığı şəxslər var, Formula 1 ilə məşğul olan. Onlar bununla məşğul olsalar daha yaxşı olar ki, Formula 1-i də Bakıdan çıxara bilək, Bakıda biraz nəfəs alsın, Bakılılar da biraz nəfəs alsın və bizim regionlarımız da inkişaf etsin. Həm də bu bizim qələbəmizə ayrıca bir dəyər qatacaq ki, Formula 1 kimi bir yarışı biz 30 ildən sonra azad etdiyimiz ərazilərdə keçirik. Bunun özü də Azərbaycan adına, Azərbaycan dövləti adına mühüm bir həm də qələbə olacaq. İş yerləri, başlıca odur ki, iş yerləri olmalıdır. Gənclərin azad olmuş ərazilərə köçürülməsi ilə bağlı dövlət müəyyən təkliflər planı hazırlanmalıdır. Çünki ancaq yaşlı insanlar, nənə, babanın gedib Zəngilanda yaşaması, Qubadlıda yaşaması ilə biz bu köçü təmin edə bilmərik. Ora təbii ki, bizimdir, Azərbaycanlıların torpağıdır və biz orada köçürüksə də tam köçməliyik. Bütün ailə köçməlidir ora. Və bunun üçün orada şərait yaradılmalıdır. Bunun üçün orada bayaq qeyd etdiyim kimi parklar olmalıdır, yaxşı parklar salınmalıdır, restoranlar olmalıdır, gənclər üçün əyləncə mərkəzləri olmalıdır, uşaqlar üçün əyləncə mərkəzləri olmalıdır ki, gənc ailələr ora köçə bilsin. Yüksək səviyyədə məktəblər tikilməlidir. Bəli, bəzi mən özüm də mətbuatdan oxuyuram, yaxşı görüntü olaraq ən azından yaxşı olan məktəblər var, layihələr var, amma bu davamlı olmalıdır, çoxalmalıdır. Müəllimlərin ora getməsi üçün, həkimlərin ora getməsi üçün onlara maaşlarına fiks maaş əlavə edilməlidir. Çünki uzun müddətdir orada yaşayış yoxdur. Təbii ki, hər həkim gedib orada çalışmaq istəmir. Hər müəllim ora gedib, bəlkə də risk edib getmək istəməz. Çünki bəzi ərazilər hələ də minalıdır, çox təəssüf ki. Bütün bunları nəzərə alaraq dövlət xüsusilə də bizim gənclərimizin ora köçünü
həyata keçirmək üçün, gənclərin orada yaşamını təmin etmək üçün, insanların orada daimi olaraq yaşaması üçün, baxın bu çox önəmlidir. Köç həyata keçirilir, bəli, məcburi köçkünlər ora qayıdır, amma onlar orada daimi yaşayırmı? Bu əsas sual budur. Və dövlət özü-özünə sual verməlidir ki, niyə mənim vətəndaşım 30 ildə arzuladığı ərazidə daimi olaraq yaşamaq istəmir, yaşaya bilmir daha doğrusu. Yaşamaq istəyir, amma yaşaya bilmir. Məncə dövlət bu məsələlərə diqqət etməlidir və insanlarımızı orada daimi yaşamasına, insanlarımızın orada yaşayıb yaratmasına, inkişaf etməsinə dövlət bir strategiya hazırlamalıdır. İnsanları, vətəndaşlarını motivasiya